Salam əziz şagirdlər, 2026-cı il 1 fevral tarixində keçirilmiş 9-lar üçün olan OTK sınağının izahını verək. Deməli, sualda deyilir ki, AB, BC, CD və DF vətərləri bərabərdir. Vətərlər bərabərdirsə, onların ayırdığı qövslər də bərabərdir. Gəlin biz OD-ni və BO-nu birləşdirək. Bu halda həmçinin biz CO-nu da birləşdirsək, bilirik ki, ümumilikdə bura 180 dərəcədirsə, bu bucaqların hər biri neçə dərəcədir? 45 dərəcədir. Bu bucaqların hər biri 45 dərəcədirsə, onda hər biri OC və OD-nin radius olduğu üçün, onda bu bucaqlarda olacaq 67,5 dərəcə və 67,5 dərəcə. Burada 67,5 dərəcə olarsa, ümumən nə qədər olacaq? 135 dərəcə olacaq, yəni bir də cavab C variantı. Keçək ikinci suala, görək ikinci sualda nə deyilir? İkinci sualda deyilir ki, sinifdəki 24 şagirdin 8-də 5 hissəsi. 24-ün 8-də 5 hissəsini tapaq. Elədir 15 şagird. 15 şagird riyaziyyat dərnəyinə gedir. Riyaziyyat dərnəyinə getməyən şagirdlərin sayını tapın. 24-dən 15-i çıxacam. 9 şagird. B variantı. Üçüncü sualın izahına keçək. Deyilir ki, 12AB-nin kvadratı çıxılsın 48A. Biz buradan 12A-nı ortaq çıxarsaq, qalacaq B kvadratı çıxılsın 4. Bunu da bu şəkildə vuruqlara ayırsaq, 12A, B çıx 2, B üstə gəl 2 şəklində vuruqlara ayrılmış olacaqdır. Yəni, cavab E variantı. Keçək 34 nömrəli suala. 34 nömrəli sualda nə deyilir? Deyilir ki, ABC bərabər tərəfli üçbucaqdır. Bu bir bərabər tərəfli üçbucaqdır. Və belə çıxır ki, bunun hər bir bucağı nə qədərdir? 60 dərəcədir. 60 dərəcədir. BH bir hündürlükdür. Hündürlük olduğu kimi həm də tənbələndir, həm də mediandır. Onda bura 30 dərəcədir. Burada 30 dərəcədir. Və mənə deyir ki, ABH bucağını tapın. 30 dərəcə cavab C variantı necə də bəsitdir. 35 nömrəli sualda deyilir. Alfa bərabərdir 3x üzərinə gəlsin 18 dərəcə. İti bucaq olarsa x-in ən böyük tam qiymətini tapın. Deməli, ən böyük iti bucağım neçə dərəcədir? Aydın məsələdir ki, ən böyük iti bucağım 89 dərəcədir. Gəlin belə yazaq da. 3x üzərinə gəlsin 18 dərəcə. Keçikdir nədən? Keçikdir 90 dərəcədən. 90 dərəcədən keçikdir. Onda 3x keçikdir 72 dərəcədən. X də keçikdir 24 dərəcədən. 24 dərəcədən kiçik olarsa hansı olacaq? Əlbəttə ki, 23 Y variantı. 3-ü 23-ə vursam 69. Üzərinə də gəlsəm 3-ü 23-ə vursam 69 dərəcə. Üzərinə də gəlsəm 18 dərəcəni alacaq nə qədər? 87 dərəcə. 87 dərəcə. Yəni, mənim olacaq ən böyük burada Y variantı 23 dərəcə. X-in ən böyük qiymətindən gedir söhbət. X-in ən böyük tam qiymətindən gedir söhbət. Keçək 36 nömrəli suala. Deyilir ki, 0, 1, 2 çoxluğunun elementlərinin rəqəmləri təkrarlanmayan neçə müxtəlif 2 rəqəmli. 2 rəqəmli dediyi üçün ya 1 ilə başlayır, ya 2 ilə. Əlbəttə ki, bu 0 ilə başlaya bilməz. Onda 12 ola bilər, 10 ola bilər və 21 ola bilər, 20 ola bilər. Başqa bir variant varmı? Yoxdur. Cavab D, Y variantı 4 dənə. 36 nömrəli sualdan sonra keçək 37 nömrəli suala. Görək 37 nömrəli sualda nə deyilir? 37 nömrəli sualda deyilir 5 bölünsün 3 kök 5 vurulsun 6 bölünsün 4-cü dərəcədən kökdə 25. O halda nə edəcəm? Aydın məsələdir ki, buradan 1 qalacaq, buradan 2 qalacaq. 5 vurulsun, 2 bölünsün. 4 kök 25-i mən ikinci dərəcədən kök 5 kimi yazaram. 25 5-in kvadratı olanda 2 ilə 4 getdi. Kök 5 vur kök 5, onsuz da 5 eləyəcək. 5 vur 2 böl 5. Bu da buradan getdi. Qaldı cavab 2. Yəni B variantı.
Keçək 38 nömrəli suala. X üstündə 3də 1 vurulsun x üstündə 3də 5, bu da elədir 9. Yəni x üstündə 3də 6 bərabərdir 9-a. X-in kvadratı 9-dursa, x-də əlbəttə ki, bizdə cavab nə olacaq? 3 olacaq. X-im olacaq 3, yəni cavab D variantı. Müəllim, niyə görə mənfi 3 ola bilməz? Mənfi 3 ona görə ola bilməz ki, bu bir üslü funksiyadır. Yəni, natural üslü qüvvətdir. Əsasda mənfi ədəd dayana bilməz. Yəni, cavabım olacaq D variantı. Bu da belə. Keçək 39 nömrəli suala. 39 nömrəli sualda görək nə deyilir. 12 ədədini 3 dəfə artırıb, yəni 3 dəfə artırsaq, 12-ni vurmalıyam 3-ə, 36. Alınan ədədi 2 vaid azaltdıqda 34. Bitdi, getdi. Cavab D variantı. Niyə belə asandır? 40 nömrəli suala baxaq. Görək 40-da nə deyilir. X-ımız mənfi 1-dir. Məndən 2x üstündə 8 çıx, 6x üstündə 5 üzərinə gəlsin, 4x üstündə 6-nı istəyir. 2 vurulsun, mənfi 1 üstündə, belə deyək, 8, 6 vurulsun, mənfi 1 üstündə 5, üzərinə gəlsin, 4 vurulsun, nə? Mənfi 1 üstündə 6. Cüt dərəcə olduğu üçün zaten 1-dir, bu da 1-dir, 2 vur 1, bu amma mənfi 1-dir. 6 vurulsun, mənfi 1, üzərinə gəlsin 4. Bu da nə elədir? 6 üzərinə gəl 6, yəni 12. Cavabım oldu B variantı. Bitdi, getdi. Keçək 41 nömrəli suala. 41 nömrəli sualda deyilir ki, 20-də 7 ədədini faizlə ifadə edin. 100-ə vuracam. 1 qaldı, 5 qaldı, 35 faiz. D variantı. 42 nömrəli sual. Mənfi x 2x 4-dən böyükdür. Bərabərsizliyini ödəyən ən böyük tam ədədi tapın. O zaman belə yazaq. X kiçikdir mənfi 2-dən. Burada olan ən böyük tam ədəd hansıdır? Mənfi 2-dən kiçiklər. Yəni, mənfi sonsuzluqdan hara kimi? Mənfi 2-yə kimi. Ən böyük burada artıq mənfi 3 olacaq. Ən böyük mənfi 3 olacaq. D variantı. Keçək 43-ə. Görək 43-də nə deyilir? 7x çıx 35 bölünsün. 25 çıxılsın x-in kvadratı. Gəl belə eləyək. 7-ni çıxardaq, qalsın x çıx 5. Bunu da açaq 5 çıx x. 5 üstə gəl x kimi. Buradan da bunlar getdi. Burada mənfi 1 qaldı. 7 bölünsün mənfi x çıx 5. Və ya mənfi 7 bölünsün x üstə gəl 5. Hər hansısa biri. Mənfi 7 bölünsün x üstə gəl 5. D variantı. D variantı. Keçək 44 nömrəli suala. 44-də deyilir. Kvadratın diagonalları arasında qalan bucaq. Bu bir kvadratdır. Kvadratın diagonalları biz bilirik ki, bir-biri ilə necə olurdu? Qarşılıqlı perpendikulyar 90 dərəcə. Məndən bu bucağın sinusunu istəyir. Sinus 90-da da nə alır? 1 alacaq. Sinus 91-dir. E variantı. Keçək növbəti suala. Bu oldu bizim 44 nömrəli sual. İndi keçək 45 nömrəli suala. 45-də nə deyilir? 45-də deyilir ki, mənfi 3/2 ilə 5/3 arasında yerləşən tam ədədlərin cəmi. Çox asan. Mənfi 3/2 ilə 5/3 arasında yerləşən mənfi 3, mənfi 2, mənfi 1, 0, 1, 2, 3, 4, 5. Bunların cəmini istəyir. Bundan bu getdi, bundan bu getdi, bundan da bu getdi. Yerdə qalır 4-dən 5. Cəm də elədir 9. C variantı. 46 nömrəli sual biraz yaxşı suala oxşuyur. A bərabərdir 32 vurulsun 10 üstündə 8. B bərabərdir 10 üstündə mənfi 3 vurulsun A. Ədədinin standart şəkildə yazılışında tərtibini tapın. Çox gözəl. B bərabərdir 10 üstündə mənfi 3 vurulsun. A-nın yerinə yazıram. 32 vur 10 üstündə 8. Yəni 32 vur 10 üstündə 8 ilə mənfi 3 toplayanda 5 elədir. İndi bunu standart şəklə gətirmək lazımdır. Ona görə 32-ni yazıram. 3/2 vur 10. Vur 10 üstündə 5. Bu da elədir. 3/2 vur 10 üstündə 6. Məndə tərtibi istəyirdi. Tərtib neçə oldu? 6. Tərtibim 6 oldu. Keçək 47 nömrəli suala. Görək 47-də nə deyilir? Deyilir ki, x-ım 7-dən kiçikdir, 2-dən böyükdür.
Y-im isə 6-dan kiçik, -1-dən böyük. Deyir 2x çıx 3y. Birincinin hər tərəfi 2-yə vuracam. 4, 2x, 14. İkincini də vuracam 3-ə. -3, 3y, 18. Və tərəf-tərəfə çıxanda çarpaz nə edəcəm? Çıxacam. 4-dən çıxacam 18-i, 2x-dan 3y, 14-dən də -3-ü. Bitdi, getdi. Alınır nə? -14. Buradan da alınır 2x çıx 3y. Buradan da alınır 17. Mənə nə istəyir? Bunun ala biləcəyi qiymətlər cəmi. Bunun ala biləcəyi qiymətlər cəmi, bax, belə deyək də. -13 ta gəlir 13-ə qədər. Sonra 14, 15, 16. Bunları niyə yazmadım? Çünki bunlar hamısı bir-birini belə aparır. 12, -12-ni bu şəkildə aparır. Məndən də bunların cəmini istəyir. 14 ilə 16-nın cəmi 30. Üzərinə gedər 15. Elədi 45. Cavab 45. Keçək növbəti suala. Deyilir ki, iti bucağı 30 dərəcə olan rombun perimetrinin hündürlüyünə olan nisbətini tapın. Gəlin bir romb çəkək. Olsun 48 nömrəli sual. Gəlin bir romb çəkək. Rombun iti bucağını verib mənə 30 dərəcə. Perimetrin hündürlüyünə olan nisbətini istəyir. Bura baxın. Bura bir A-dırsa hündürlüyü, onda bunun tərəfi 2A-dır. Romb olduğu üçün bütün tərəflər bərabərdir. 2A, 2A, 2A. Perimetrin hündürlüyə nisbəti. Çox asan. Perimetri 8A, hündürlüyə də böləndə 8. Cavab 8. Keçək 49 nömrəli suala. Görək 49-da nə deyilir? Deyilir ki, kx üzərinə gəlinsin. 4y bərabərdir k-yə. 3x üzərinə gəlsin. 6y bərabərdir k plus m-ə. Dənliklər sisteminin sonsuz sayda həlli olarsa, k və m parametrlərinin hasilini tapın. Gəlin tapaq. K-nın və m-in hasilini tapaq. Görək nə deyilir. Sonsuz sayda həlli varsa, k bölü 3, 4 bölü 6-ya, k böl k plus m-ə bərabər olmalıdır. Gəlin birinci buradan k-nı tapaq. 6k bərabərdir. 3 vur 4. Yəni k-mız buradan hesabladıq ki 2 çıxdı. İndi gətirib burada yerinə qoyaq. 4 bölünsün 6 bərabərdir. 2 bölünsün 2 üstə gəl n. İxtisar eləyək. Buradan 2 qalsın. Buradan 3 qalsın. Buradan 1 qalsın. Buradan 1 qalsın. Çarpaz vuranda 1-i vururam 2 üstə gəl m. Elədi 2 üstə gəl n. 1-i vururam 2 elədi 3. M də bərabərdir 1-ə. M1 k da 2. Məndən hasillərini istəyir. 2 vur 1. Elədi 2. Cavab 2. Keçək nəyə? Keçək 50 nömrəli suala. 50 nömrəli sualda nə deyilir? 50-də deyilir. Boş olmayan A çoxluğu. A çoxluğu belə deyək. Boş çoxluq deyil. Yəni A-nı da verib mənə 2x minus 18. Olarsa, x-in ən kiçik tam qiymətini tapın. Bu o deməkdir ki, A boş çoxluq deyilsə, bunun heç olmasa bir dənə elementi var, ən azı istədiyinə görə. Ən azı istədiyinə görə bir elementi var. İndi məntiqlə düşünəndə mənə lazımdır ki, burada 1 alınsın. Burada nə alınsın? 1 alınsın. Onda 1 alınanda 1 qoysam yerinə nə olacaq? 2x bərabərdir 19, x bərabərdir nə? X nə çıxır? 9,5. Məndən tam qiymət istəyir axı. Bu ola bilməz. Ona görə də bunun yerinə nə qoyuram? 2 qoyuram. 2x çıx 18 bərabərdir 2. 2x bərabərdir 20. X də bərabərdir 10-a. Deməli, x neçə imiş? 10 imiş. X-in ən kiçik qiyməti 10. Keçək 51 nömrəli suala. 51-də nə deyilir? Düzbucaqlı üçbucağın düzbucaq təpəsindən çəkilən. Gəlin bir düzbucaqlı üçbucaq çəkək. Düzbucaq təpəsindən çəkilən medianla hipotenuzun cəmi. Buradan bura bir median çəkdim. Düzbucaqlı üçbucaqda belə bir qayda var idi ki, median, məsələn, bura x idisə, burada x-dir, burada x-dir. Hipotenuzu yarıya bölürdü, özü də onun yarısına bərabər olurdu. Mənə bunları verib ki, 3 dənə x-in cəmi 12-dir. Onda x-in özü nədir? 4-dür.
İndi mənə deyir ki, bu üçbucağın xaricinə çəkilən çevrənin radiusu. Elə məsələ də bu idi ki, mən bunun xaricinə bir dənə çevrə çəkəndə, elə bu çevrənin də radiusu nəyə bərabər olurdu? Elə mediana bərabər olurdu. Bu R olduğu kimi, bu da bir R olur. Yəni R də elə nədir? 4-dür. Bitdi, getdi. Bu da bu şəkildə. 52 nömrəli sual. İndi eləm bir babat sual bu olar heç olmasa. Suallar çox asandır. Çox asandır. Buraxılış da belə asan olsa, yüksək nəticələr çox olur. Görək. Bu da çevrə çəkməkdən qoyun şonu çəkir o. Qoyunlar cizgi filmində vardı, baxmışsınızsa. Yine onu çəkdi, neysə. Deyirəm ki, belədir, tutaq ki. Buradan bura belə bir A-nı çəkdim. Burada bir B-ni çəkdim. Bura bir O1 nöqtəsidir. Burada bir nə nöqtəsidir? O2 nöqtəsidir. Deməli, mənə böyük radiusunu verib 9. Buranı da verib 4. Lap yaxşı. Deyir, bu çevrələrin ortaq AB toxunağın uzunluğunu çəkim. İnşallah burada 9-dursa, avtomatik burada 9-dur. Burada nədir? Burada 4-dür. Düzdürmü? İndi məndən nə istəyir? Bunun uzunluğuna. İndi belə eləyək. Buradan bura belə bir perpendikulyar çəkək. Bu perpendikulyardır. Bu da buna perpendikulyardırsa, deməli bu düz xətlər paraleldir. Yəni bura 4-dürsə, bax bizim bu hissə, bax bu hissədə nədir? 4-dür. Onda bura 5-dir. İndi burada bir düzbucaqlı üçbucaq yarandı. Bax bu üçbucaq. Bura ümumən 13-dür, bura 5-dir. Aydın məsələdir ki, bu neçədir? Pifagordan 12. Bura 12-dirsə, elə bu da düzbucaqlı olduğu üçün 12-dir. Cavab 12. Bu da oldu bizim 52 nömrəli sualımız. Keçək 53-ə. 53-də deyilir. ABC üçbucağında AD tənbələndir. Bir ABC üçbucağını çəkeyim, buradakı kimi. ABC üçbucağını çəkək. Bura A'dır. Bura B'dir. Burada bir C'dir. Buradan bura bir AD tənbələni çəkirəm. Bura alfadır. Burada bir alfadır. Bucaq BAC'nin ACB'ye nisbəti 2/3K'dır. Yəni bura bir 2/3'sə, bura bir 3K'dır. Burada bir 2K'dırsa, onda aydın məsələdir ki, buranın gəlin elə KK olaraq neyini? Bölək. Bura K'dırsa, burada bir K'dır. Lap yaxşı. Bucaq B 80 dərəcədir. 80 dərəcədirsə, məndən ADC-ni istəyir. Yəni bu bucağı, bu X-i. Onda aydın məsələdə 80, 2K, 3K. Üçünün cəmi nə qədər olmalıdır? 5K üstə gəl 80 dərəcə, 180 dərəcədir. Onda 5K'mız nə qədərdir? 100 dərəcədir. Onda K'mız nə qədərdir? 20 dərəcədir. K 20-dirsə, burada 20 dərəcə, burada 60 dərəcə. Ümumən nə qədər elədi? 80 dərəcə, onda X də 100 dərəcə. Cavab 100 dərəcə. Bitdi, getdi. Bu da belə. Keçək 54-ün izahına. Görək 54 nədir? Niyə belə asandır? Mənə çatmır. A kvadrat minus B kvadrat bərabərdir 37. Gəl bunu müxtəsər vurma düsturundan ayıraq. A çıx B, A üstə gəl B nədir? 37-dir. Onda aydın məsələdir ki, 37 sadə ədəddir. Bu 1 vur 37 deməkdir. Hər halda A-dan B-ni çıxanda 1 alınar, A ilə B-ni toplayanda 37 alınır. Deməli, A çıx B 1-dir. A üstə gəl B nədir? 37-dir. İndi gəl tərəf-tərəfə toplayaq. B-lər gedir. 2A-mız bərabərdir 38-a. A-mız da bərabərdir nəyə? 19-a. A-mız 19-dursa, B-miz də avtomatik olur 18. İndi məndən nə istəyir? A çıx 1 vur B. 19 çıx 1 vur 18. Bu da elə 18-in kvadratı deməkdir. 324. Cavab 324. Keçək axırıncı suala, 55-ci suala. Dua eləyək ki, bu babat sualdır. Keçək 55 nömrəli suala. Deyir, qutuda olan qara kürələrin sayı ağ kürələrin sayından 3 dəfə çoxdur.
Deməli, biz ağ kürələrin sayına bir x desək, deyək ki, ağlar x-dir. Qaralar bundan 3 dəfə çox olduğu üçün qaralar olacaq 3x. Sarılar isə deyir, qaralardan 2 dəfə çoxdur. Yəni, qara kürələrin sayı sarı kürələrin sayından 2 dəfə azdırsa, deməli, sarıların sayı 6x imiş ki, 2-yə böləndə mən qara kürələrin sayını, yəni 3x alıram. Sonra da deyir ki, sarı kürələrin sayı bütün kürələrin sayından neçə faiz azdır? Gəlin biz əvvəlcə tapaq ki, sarı kürələr bütün kürələrin neçə faizidir? Ona görə sarıların sayını bütün kürələrin sayına, yəni ümumi 10x-a bölürəm və 100-ə vururam. X-lar getdi. Buradan 1 qaldı, buradan 10 qaldı. Yəni, sarı kürələrin sayı bütün kürələrin sayının 60%-dir. 100 çıxılsın. Neçə? 100 çıxılsın 60. Bu da bərabərdir 40%. Deməli, 40% az imiş. Cavabımız oldu 40%.